Bu müraciətimi Prezidentin köməkçisi İlham Əliyevin köməkçisi Əli Əhmədov cənablarına ünvanlayıram və inanıram ki, Prezidentin köməkçisi kimi, ona yaxın bir adam kimi mənim bu müraciətimi şəxsən İlham Əliyevə çatdıracaq. Çünki Əli müəllim, mən Baş prokuror Zakir Qaralovun qəbulunda 2 dəfə olmuşam, məni haqlı sayıb. Korrupsiyanın generalı Kamran Əliyevin qəbulunda olmuşam, məni haqlı sayıb. Baş prokurorun mavini Rüstəm Yusubovun qəbulunda olmuşam, məni haqlı sayıb. Lakin ilin iş adamı, qardaşı diasporanın sədri olan Nazim İbrahimovun qardaşı Nehrəmli İbrahimlə heç kim bacarmır, məni haqlı saysalar da. Və mənim 4 il Azərbaycanda çox çətin günlərim olub, etiraz aksiyalarım olub. Prezident aparatına gəlib ölkə başçısına dərdimi demək istəmişəm. Polislər məni zorla tutub uşaqlarımın gözü qarşısında maşına soxub aparıblar, barmağımı sındırıblar. Etiraz olaraq ağzımı tikmişəm. Və bunun heç bir nəticəsi olmayıb. Hətta Qazağın icra başçısı Ayaz müəllim məni qəbul edib, məni haqlı sayıb. Və deyib ki, prezident aparatına bu barədə məlumat verəcəm. Lakin 4 ildir mən əziyyət çəkirəm və hal-hazırda Avropadayam, 15 kvadratlıq bir mənzildə qalıram. Bu da mənim üçün çox çətindir, hansı ki şəhərin mərkəzində mənim 355 kvadrat evim var. Və əlimdə qanuni sənədlərim var, mən öz evimə sahib çıxa bilmirəm. Prezidentin köməkçisi kimi sizdən xahiş edirəm, mənim bu müraciətimi ölkə başçısına çatdırın. Əks halda bir müsəlman kimi, yetim bir oğlan, 3 övlad atası kimi and içmişəm Allaha. Və mənim bütün YouTube'da, Google'da bütün yazılarım, müraciətlərim olub, bu sizə müraciətimdir. And olsun Allaha, ölkə başçısı Avropa səfərində elə bir aksiya eləyəcəm ki, şəxsən ölkə başçısının özünün xəbəri olacaq. Çünki bu məlumatları ölkə başçısı dəfələrlə deyib ki, mənim köməkçilərim, məmurlar xəbərləri məndən gizlədir. Mən 4 il Azərbaycan ordusunda qulluq eləmişəm və sizdən tələbim budur, xahişim yox. Çünki bu mənim haqqımdır. Mən pul ödəyib aldığım evləri mənim özümə qaytarın. Mən 15 kvadratlıq yerdə Avropada yaşamaq yox, öz dövlətimdə, öz pul ödəyib aldığım mənzillərdə yaşamaq istəyirəm. And olsun Allaha, bir daha deyirəm, ölkə başçısı bir tədbir görülməsə, ölkə başçısı gələndə Avropada da edəcəyim aksiyaların şahidi olacaqsınız.